Salam, heç fikirləşmisiniz ki, məsələn, orta yaşlarda bir neçə kilo arıqlamaq, bunun illər sonra sağlamlığınıza həqiqətən bir təsiri ola bilərmi? Elə bir kiçik bir şeydir, amma uzun müddətli təsiri deyəsən çox böyükdür. Bax, bugün məhz bu sualın cavabını tapmaq üçün çox maraqlı bir mənbəyə baxacağıq. Söhbət Finlandiya və Böyük Britaniyadan gedir. 23 mindən çox insan və onları 10 illiklər boyu izləyiblər. Çox böyük işdir. Nəticələr də elə-belə yerdə yox, JAMA Network Open jurnalında çıxıb. Yəni, ciddi mənbədir. Bu insanlar, baxın, 12 ildən 35 ilə qədər izlənilib. Gəlin onda, belə deyək, bu məlumatlara bir baş vuraq, görək nə çıxır. Bu araşdırma sizin üçün, yəni dinləyicilərimiz üçün, xüsusilə də orta yaş dövründəsinizsə, nə deməkdir? Çalışaq anlayaq ki, həyat tərzindəki kiçik dəyişikliklər uzun, sağlam ömür üçün nə vəd edir? Bu araşdırmanın miqyası həqiqətən adamı heyrətləndirir, elə deyilmi? 23 min nəfər, Finlandiya, Böyük Britaniya. Çox böyük rəqəmdir. Helsinki iş adamları, ictimai sektor işçiləri, sonra o məşhur Whitehall 2 araşdırması İngiltərədə. Və başlanğıcda 30-50 yaş arası olublar. Amma onları bu qədər uzun müddət izləmək, bu nəyi dəyişir ki? Baxın, əsas məsələ elə odur. İzləmə müddəti çox uzundur. 35 il. Bu, nəticələrin, belə deyək, etibarlılığını çox artırır. Amma bir maraqlı məqam da var. Bu tədqiqatlar aparılanda, indi bildiyimiz o müasir arıqlama üsulları, dərmanlar, cərrahiyyə, bunlar demək olar ki, yox idi. Yəni, demək istəyirsiniz ki, əldə olunan nəticələr daha çox təbii yolla olub, həyat tərzi ilə. Tamamilə. Əsasən həyat tərzi dəyişiklikləri, yəni nə yeyiblər, nə qədər hərəkət ediblər, bax bu kimi şeylər. Çox maraqlıdır. Bəs bu qədər insanı bu qədər uzun müddət izləyəndən sonra əsas nəticə nə oldu? Ortaya nə çıxdı? Təxminən 40-50 yaşlarda bədən çəkisinin sadəcə təxminən 6,5%-ni itirən və ən əsası, bu yeni çəkini illərlə qoruyub saxlayan insanlar var ha. Bax, o insanlarda sonraki 10 illiklərdə həm ölüm riski, həm də bir çox xroniki xəstəlik riski əhəmiyyətli dərəcədə azalıb. Bir dəqiqə, cəmi 6,5%. Bu çox böyük rəqəm deyil axı. Məsələn, 90 kiloluq biri üçün bu hardasa 6 kilo eləyir də və bu qədər kiçik, amma davamlı dəyişiklik bu qədər böyük fərq yaradır. Hansı xəstəliklərlə danışırıq? Yəqin birinci ağla gələn diabetdir, hə? Düzdür, çox vaxt diabet vurğulanır, amma bu araşdırma göstərdi ki, faydalar təkcə diabetlə bitmir, heç də. Məsələn, o İngiltərədəki Whitehall 2 və Finlandiyadakı FPS qruplarında çəki itirib bunu saxlayanlar da. Ürək tutması, insult, xərçəng, astma, hətta HAO-X kimi ciddi xəstəliklərin riski o çəkisini qorumayan, yəni artıq çəkili qalanlarla müqayisədə demək olar yarı-bayarı azalıb. Risk nisbəti dediyimiz bir göstərici var, o təxminən 0,5 olub, yəni risk yarıya enib. Vay be, yarı-bayarı azalma. Bu çox ciddi fərqdir. Bəli, hətta o biri Finlandiya qrupunda HPS ümumi ölüm riski belə azalıb, yəni təkcə xəstəlik yox, ümumilikdə ölüm riski. Çox təsirli nəticələrdir. Bəs araşdırmaçılar bunu necə müəyyən ediblər? İnsanları necə qruplaşdırıblar ki, bu nəticəyə gəliblər? Müqayisəni dəqiq aparmaq üçün şeyə baxıblar, bədən kütlə indeksinə, yəni BKE-yə və onun dəyişməsinə görə insanları 4 qrupa bölüblər. Bir qrup var idi ki, həmişə normal çəkidə olub, yəni BKE 25-dən aşağı. İkinci qrup əvvəl artıq çəkili olub, BKE 25 və yuxarı, amma sonra arıqlayıb normal çəkiyə düşüb. Bax, əsas faydanı görənlər əslində bunlardır. Hə, aydındır. Sonra üçüncü qrup normaldan artıq çəkiyə keçənlərdir. Dördüncü qrupsa bütün müddət ərzində artıq çəkili qalanlar. Əsas müqayisə də məhz o arıqlayanlarla həmişə artıq çəkili qalanlar arasında aparılıb və fərq çox böyük olub. Aydındır. İndi daha yaxşı başa düşdüm. Bəs bütün bunlar, belə deyək, daha böyük mənzərədə nə ifadə edir? Ümumi sağlamlıq üçün nə deyə bilərik? Əslində bu nəticələr çoxdan bildiyimiz bir şeyi təsdiqləyir. Ən yaxşısı, idealı odur ki, ömür boyu BKI-ni 25-dən aşağı saxlayasan. Amma bu araşdırma göstərir ki, hətta bunu bacarmasan belə,
orta yaşda atılan addımlar da çox əhəmiyyətlidir. Professor Timo Strandberg, müəlliflərdən biri, deyir ki, bu nəticələr insanları ruhlandırmalıdır. Necə ruhlandırmalıdır? Yəni ki, həyat tərzindəki dəyişikliklər, hətta kiçik görünsə də sağlamlığa doğrudan da böyük təsir edə bilər və ömrü uzada bilər. Heç vaxt gec deyil, hətta orta yaşda başlasan belə. Gəldik əsas məqama. Bütün bunlar, əziz dinləyicimiz, sizin üçün nə deməkdir? Gündəlik həyatınıza necə tətbiq edə bilərsiniz? Əsas mesaj çox sadədir, heç vaxt gec deyil və kiçik, amma davamlı dəyişikliklər böyük fərq yarada bilər. Orta yaşlarda təxminən 6-7%lik bir çəki itkisi, əgər onu qoruya bilirsinizsə, bunun 10 illiklər sonra sağlamlığınıza çox ciddi müsbət təsirlər olur. Qətiyyən, əsas məsələ davamlılıqdır. Uzun müddət saxlaya biləcəyiniz sağlam vərdişlər. Davamlılıq burada açar sözdür. Və bu, xüsusilə indiki vaxtda, dünyada piyələnmənin artdığı bir dövrdə çox vacib bir mesajdır. Professor Strandbergin də dediyi kimi, bu araşdırma bir boşluğu doldurur. Çünki çox vaxt həyat tərzi ilə çəki idarəçiliyinin ancaq diabetə təsirini vurğuluyurdular. Amma bu iş göstərir ki, faydalar daha genişdir. Bir çox başqa ciddi xəstəliyin də qarşısını alır. Deməli, yekun olaraq deyə bilərik ki, orta yaşlarda bədən çəkinizin, deyək ki, təxminən 6,5%-ni itirmək və bu nəticəni qorumaq təkcə diabet riskini azaltmır, ümumilikdə xroniki xəstəlik riskini azaldır və potensial olaraq daha uzun ömür vəd edir. Və təbii ki, ən optimal hədəf, əgər mümkündürsə, ömür boyu sağlam çəkidə qalmaqdır. Yəni BKI-ni 25-in altında saxlamaq. Bəli, elədir. Və bu müzakirədən sonra bəlkə də düşünmək üçün bir sual qoyaq ortaya. Əgər bu araşdırma göstərirsə ki, müasir, belə deyək, aqressiv arıqlama üsulları geniş yayılmamışdan əvvəlki dövrdə həyat tərzini dəyişməklə əldə edilən kiçik, amma davamlı çəki itkisi bu qədər faydalıdır. Bu, o demək deyilmi ki, uzun müddətli sağlamlıq üçün əsas məsələ hansısa möcüzəvi üsul tapmaq yox, seçdiyin hər hansı sağlam üsulun nə qədər davamlı olmasıdır. Yəni, bəlkə də davamlılıq metodun özündən daha vacibdir. Nə düşünürsünüz?